Salam əziz yoldaşlar, xoş gördük hər birinizi. Biz sizinlə bugün 9 martda Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş buraxılış sualların izahına baxacağıq 11-ci siniflər üçün. İzahdan öncə sizdən kiçik bir xahişim var. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın, zəhmət olmasa. Deməli, birinci sualda deyir ki, gözü su içməmək frazeoloji birləşməsi hansı mənaya uyğun gəlir? İnanmamaq mənasına uyğun gəlir. Gözü su içməmək inanmamaqdır. Birinci sualda C variantı. İkinci suala baxırıq. Söz sırasının pozulduğu hansı nümunədə həm sadə, həm də mürəkkəb isim işlənmişdir? Doğrusu qohum əqrabanın sözləri mənim də beynimə batır yoldaşlar. Burada söz sırası pozulmayıb. Bu xəbəri eşitər-eşitməz hər kəs təlaşla binanı tərk etdi. Burada da yoxdur. Açıldı bayraqlar, çalındı boru. Burada inversiyadan istifadə olunub, söz sırası pozulub. Yəni bayraqlar açıldı olmalıdır, boru çalındı olmalıdır. Fələk görməmişdi, bu vur-havuru. Baxın, burada inversiyadan istifadə olunub. Fələk bu vur-havuru görməmişdi olmalıdır. Xəbər yəni axırda olmalıdır. Vur-havur isimdir. Açıldı bayraqlar. Burada da inversiya var. Bayraqlar da sadə isimdir. Cavabımız olur C variantı. 33-cü suala baxırıq. Müqayisə cədvəlindən əsasən doğru fikirləri müəyyən edin. Lazım şəkli, arzu şəkli. Təsdiqli işlənsə də inkarda işlənə bilmir. Yanlış fikirdir. Məsələn, yazılasıdır, yazılası deyil. İşlənə bilir, deyil sözü ilə inkarda işlətmək olur. Gələsiniz sözü bu şəkildədir. Yanlışdır. Gələsiniz arzu şəklindədir. Gəl sözün kökü ə. Arzu şəklinin şəkilçisi, siniz də şəxs onluğu. Bu da yanlışdır. Sonra 3-ə baxırıq. Arzu şəkli. Kaş anar da gəlsin cümləsində feil bu şəkildədir. Yanlışdır. Burada kaş bizi çaşdırmasın. Xəbərə baxırıq, görürük gəlsin sözü əmr şəklindədir. Gəl sözün kökü sin də şəxs onluğu. Bu əmr şəklindədir, arzu şəklində deyil, bu da yanlışdır. İsə köməkçi sözü hissəci ilə işlənə bilmir. Bəli. Əmr, arzu və şərt şəkilləri isə hissəci ilə işlənə bilmir. Bu doğru fikirdir. Cümlənin feili xəbəri olur. Bəli. Ümumiyyətlə təsvirlənən feillər feili xəbəri olur. Bu da doğrudur. Məhsul növdə işlənə bilir, ikisi də işlənə bilir. Lazım şəkil. Məsələn, yazılası məhsul növdədir, arzu şəkli məsələn yazıla, kaş yazıla, o da məhsul növdədir. Bu da doğrudur. Cavabımız olur 4, 5, 6, yəni D variantı. 34-cü suala baxırıq. Verilmiş cümlələrdə zərfin mənaca hansı növləri işlənmişdir? Biz kəndə çatanda meşədəki torpaqların səsi güclə eşidilirdi. Bax, burada biz əvəzli kənd isim, çatanda feili bağlama, meşədəki sifət, torağa isim, səs isim güclə eşidilirdi, tərz hərəkət zərfi. Deməli, biri tərz hərəkət zərfidir. Cavanşir bir qədər dincəlib yoluna davam etdi. Burada bir qədər dincəlmə feilinin kəmiyyətini bildirir. Cavab olur D variantı. Hansı sırada bütün sözlərin yazışı səhvdir? Düşkün, düşkün Q ilə yazılmalıdır. Kokteyl, kokteyl Y ilə yazılmalıdır. Ala yarımçıq da defislə yazılmalıdır. Cavab olur A variantı. 36-cı suala baxırıq. Uyğunluğu müəyyənləşdirin. İsim birləşmə işlənmişdir, feili birləşmə işlənmişdir. Qəfildən səs eşidildi. Burada ümumiyyətlə belə deyək, nə ismi, nə də feili birləşmə yoxdur. A variantını çıxırıq. Düşmənin çirkin niyyətini dünyaya sübut etməli. Düşmənin çirkin niyyəti. 3-cü növ təyini söz birləşmədir, ismi birləşmədir. 1-ə B. Sən bunu deyirdin. Burada da birləşmə yoxdur. Yəni nə ismi var, nə feili var. Cəmil gedərkən uşaqlar yuxulu idilər. Yuxulu idilər kim uşaqlar? Nə zaman? Cəmil gedərkən. Bu feili bağlama tərkibidir, yəni feili birləşmədir. D variantı gedir 2-yə. Təşkil edilmiş bu sərgidə rəssamlar da iştirak etdirlər. Bax, burada təşkil edilmiş, təşkil etmək bir dənə sözdür, mürəkkəb sözdür. Bu feili birləşmə deyil. Ona görə feili birləşməyə aid deyil bu. Bu sərgi də birinci növ təyini söz birləşməsidir, yəni ismi birləşmədir. 1-ə B, 2-yə D, A variantında özləşsin tapıb. Növbəti suala baxırıq. Hansı cümlədə tamamlıq söz birləşməsilə ifadə olunmamışdır? Vaqif bu adamların çoxunu tanımıram. Tanımıram kimi? Adamların çoxunu. Adamların çoxu ismi birləşmədir. Söz birləşməsilə ifadə olunub. Hamı öz fikrinin doğru olduğuna inanırdı. İnanırdı. Kim? Hamı nəyə inanırdı? Öz fikrinin doğru olduğuna. Feili birləşmə ilə ifadə olunub. A-da çıxdı, B-də çıxdı. Bu hadisədən sonra Sevil hər şeyi etiraf etdi. Etiraf etdi. Nəyi? Hər şeyi. Kim? Sevil. Nə zaman? Bu hadisədən sonra. Hadisədən sonra hansı hadisə? Bu hadisədən sonra. Deməli, burada hər şey əvəzli ilə ifadə olunmuşdur. Birləşmə deyil. Cavabımız olur C variantı. Bu meyvələrin hamısını Məhəmməd Həsən əminin bağından dərmişik.
dərmişik nəyi? Meyvələrin hamısını. Burada da meyvələrin hansı ismi birləşmə ilə ifadə olunur. Əcnəbi turistlər Şəkinin görməli yerlərini gəzdilər. Gəzdilər. Haranı gəzdilər? Şəkinin görməli yerlərini. Bu da ismi birləşmədir. E variantı çıxır. Cavab oldu C variantı. 38-də cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Qarşı tərəf buz bağladığında nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdır. Bax, burada tərəf sözü isim kimi işlənib. Tərəf sözü həm isim kimi, həm də qoşma kimi işlənə bilər. Əgər yönlü şallı sözə aiddirsə, deməli qoşmadır. Şərqə tərəf. Burada tərəf qoşmadır. Burada isə tərəf isimdir. Sözə qoşularaq məna çaları yaradır. Bu qoşmaya aiddir. Yəni A yazılır 2-yə. İfadə olunan fikrə münasibət bildirir. Bu modal sözə aiddir. Bu heç birisinə aid deyil. Yəni leksik mənası var, isimə aiddir. Gedir 1-ə. C getdi 1-ə. Sonra yalnız qrammatik mənası var. Bu qoşmaya aiddir. D getdi 2-yə. Cümlə özləri arasında əlaqə yaradır. Bu bağlayıcıya aiddir. Bu da heç birisinə getmir. Deməli 1-ə C, 2-yə AD. O da E variantında öz əksini tapıb. 39-cu sual. Mübtədanın əlavəsi işləmişdir. Tamamlığın əlavəsi işləmişdir. Yer zərfliyinin əlavəsi işləmişdir. Azərin atasına Amil dayıya məktub yazdıq. Yazdıq kimə? Azərin atasına Amil dayıya. Tamamlığın əlavəsidir. Deməli A getdi 2-yə. Sonra 2 gün sonra Cavadı, yeni mühəndisi nazirliyə dəvət etdilər. Dəvət etdilər kimi? Cavadı, yeni mühəndisi. Bu da tamamlığın əlavəsidir. Deməli B də getdi 2-yə. Bizim evimiz mənzərəli bir yerdə, gölün qırağında idi. Mənzərəli bir yerdə idi. Burada idi hissəci ixtisar olunub, gölün qırağında idi. Bu xəbərin əlavəsidir. Bu yer zərfliyin əlavəsi deyil, sizi çaşdırmasın. Harada idi? Göl qırağında, mənzərəli bir yerdə idi. Xəbərin əlavəsi. Qrupun yeni rəhbəri, gənc qız görüləcək işlərdən danışdı. Nə etdi? Danışdı. Kim? Qrupun yeni rəhbəri, gənc qız. Burada mübtədanın əlavəsi var. Deməli D yazılır 1-ə. Anar kəndə, bu doğma obaya tez-tez gəlirdi. Gəlirdi. Kim anar? Haraya? Kəndə, bu doğma obaya. Deməli burada zərfliyin əlavəsi var. E də yazılır 3-ə. Deməli 1-ə D, 2-yə AB, 3-ə E. 1-ə D, 2-yə AB, 3-ə E variantında öz əksini tapıb. Xalqımızın mərd oğulları bu mübarizəyə qoşuldular ki, gələcək nəsillər azad və xoşbəxt yaşasınlar. Burada kir bağlayıcısından bağlanıb, baş cümlə birincidir, budaq cümlə ikinci gəlib. Baş budaq sxeminə uyğundur, bəli, doğrudur. Həm baş, həm də budaq cümlədə sintaktik əlaqənin hər iki növündən istifadə edilib. Sintaktik əlaqənin neçə növü var? 2 növü var, tabiçisizlik və tabiillik. Azad və xoşbəxt yaşasınlar. Burada azad və xoşbəxt arasında tabiçisizlik var. Gələcək nəsil ismi birləşməli. Birinci növdə bunların arasında tabiillik əlaqəsi var. Yanaşma əlaqəsi. Amma birinci cümlədə, baş cümlədə tabiçisizlik əlaqəsi görürük ki, yoxdur. Ona görə elə B variantı yanlışdır. Budaq cümlə baş cümlə bağlayıcı ilə bağlanır. Bəli, 2 bağlayıcısı. Baş və budaq cümlələri müəyyən şəxsdir. Bəli, xalqımızın mərd oğulları bu mübarizəyə qoşuldular. Qoşuldular kim? Xalqımızın mərd oğulları, mübtədası var, xəbər də var, müəyyən şəxs cümlədir. Gələcək nəsillər azad və xoşbəxt yaşasınlar. Yaşasınlar kim? Nəsillər. Burada da mübtəda və xəbər var. İkisi də müəyyən şəxs cümlədir. Həm baş, həm də budaq cümlə feili xəbərli. Bəli, qoşuldular feili xəbərdir. Yaşasınlar da feili xəbərdir. Cavab olur B variantı. Mətn suallarının izahı da kanalda paylaşılacaq. Sağ olun, uğurlar.